Salam aleykum. Burada görürsünüz ki gliserinin stearin turşusuyla tam efirləşmə məhsulu olan 500 qram yağın su ilə qarşılıqlı təsiri zamanı turş mühitdə hidroliz reaksiyası daxil olan və alınan maddələrin kütlələrinin dəyişməsinin zamandan asılılıdır. Yəni yağ təbii ki 3 mol su ilə reaksiya daxil olacaq. Bu da dedik gliserindən və stearin turşusundan ibarətdir. Hidroliz turş mühitdə dönər prosesdir. Bu zaman əmələ gəlir gliserin və 3 mol karbon 17 H35 karbon OOH və burada 500 qram yağındır. 16,2 suyundur. Niyə? Çünki solda duranlar azalan xətti təmsil eləyir. Burada 2 dənə azalan xətt var. Biri 500-dən azalıb, biri 16,2-dən. 500 təbii ki yağındır. Onda 16,2 də suyun olacaq. Üzərinə yazıram. Aşağısına 3 vurulsun 18. Görürsünüz ki su tam sərf olubdur. Ona görə bu tam sərf olduğuna görə biz nə edirik? Gliserini və stearin turşusunu suyun köməyi ilə tapırıq. Bura yazıram X, bura yazıram 92 və bu zaman tapıram ki buradan gliserin, yəni 16,2 X 3 vur 18-ə 92 və tapıram ki buradan bu 27,6 elədir. Sonra biz bunu tapırıq. Burada yazıram 3 vurulsun 284. Buradan da tapıram ki bu da 255,6. Bunlar sağda duran maddələrdir. Sağda duran maddələr artan xətti təmsil eləyir. Burada 2 dənə artan xətt var. Biri gəlib B-də dayanır, biri isə naməlum bir yerdə dayanır. Təbii ki B lap yuxarıdadır. Burada 255,6 27,6-dan çox olduğuna görə lap yuxarıdakı B deməli olacaqdır 255,6. Bir yana yazırıq və bura yazıram 255,6. Bu B-nin rəqəmidir. Aydındır. Artıq biz bunu müəyyənlədik ki, yəni B həqiqətən stearin turşusunu təmsil eləyir. Çünki ən çox o alınıbdır. Alınanlar artan xətti təmsil eləyir. 255,6. Burada B-dir. Bəs A. Bu görürsünüz ki, yağ 500 qramdan azalıb gəlib A-da dayanıbdır. Təbii ki 16,2-nin köməyi ilə tapaq yağ nə qədər sərf olunur. Bura 890 yazıram. Bu zaman Z bərabərdir 267 və 500-ün 267-si gedir. Qalır burada 233. Qalır, yəni və burada dayanır. A neçə oldu? Deməli 233 oldu. Burada yazıram deməli A-nın yerinə 200 deməli 33. Yəni B də məlumdur. 255,6 A da məlumdur. 233. Sadəcə olaraq burada 60-cı sualda yazıb ki, hidroliz reaksiyasının praktiki çıxımı. Bu nə deməkdir? Yəni 500 qramın 267-si sərf olub. Bu da çıxımdır. 267 bölünsün 500 vurulsun 100. Bu da eləyəcəkdir deməli 53,4. Demək çıxım da olacaqdır nə? 53,4%. Yəni bunu da biz burada müəyyən etdik. Daha sonra burada belə bir cümlə var. Reaksiya başa çatandan sonra alınan stearin turşusu tamamilə bərk sabuna çevirmək üçün M qram natrium karbonat lazımdır. Buradan stearin turşusu C17 H35 COH üstə gələk natrium karbonat əmələ gəlir C17 H35 CO natrium üstə gəl karbonat turşusu CO2 üstə gəl su olacaqdır və burada natrium bura 2 yazıram ki 2 olsun, burada 2 yazıram. Bu demək nə qədər alınmışdı? 255,6 alınmışdı. Buradan M 2 vurulsun 284, burada 106 yazıram. M buradan 47,7-yə bərabərdir. Burada da bir yana qeyd edirəm. M 47,7-yə bərabərdir. Və artıq biz buradan M-i tapdıq və alınan bərk sabunun kütləsi. Bərk sabun budur. Burada özümüzdən bir təqmətə üçün T yazaq. Bu da 2 vurulsun. Deməli 306-dır. Yenə 255,6-nın köməyi ilə biz bunu hesablayaq. Tapdıq ki buradan bərk sabunun da kütləsi. Deməli yazıram bərk sabun 2
275,4 elədi. Artıq biz buradan həm M-i müəyyən elədik, həmçinin bərk hesabının kütləsini də müəyyən etdik. Daha sonra burada baxaq nə soruşur. Biz deməli buradakı sualların hamısına cavab verdik. 60-da görə nə qalıbdı? Hidroliz reaksiyasının praktiki çıxımını tapdıq və alınan stearin turşusunu əldə etmək üçün neçə mol C36H74 lazımdır? C36H74 və karbon 17H35 COOH. Burada deməli sol tərəfdə karbon 36 dənə, sağda isə deməli 18 dənə, bunun qabağına deməli 2 yazacağım və bu zaman dedi ki bu 255,6 alınmışdı. 2 vurulsun 284. Bizdən deməli neçə mol? Yəni bunu soruşur. Nü yazıram. 1 yazıram və buradan da bunu hesabladım. Bu da 0,45 edəcək. Deməli biz A-nı tapdıq 233. B-ni tapdıq 255,6. M-i tapdıq 47,7. Bərk hesabının kütləsi 275,4 və karbon 36H74-də 0,45 tapdıq.